İşte geldim. Hani özledim demiştin ya. Dayanamadım geldim. Hər kəsə Praqadan salamlar. Videonun adından da artıq göründüyü kimi bu video mənim Çexiya Praqa səfərindən bəhs eləyir. Hazırda Praqada mərkəzi küçələrdən birindəyəm. Bugün Praqanı gəzirik və çalışacağıq ki, qısa vaxt ərzində maksimum mümkün nə qədər turistik yerlər varsa onlara gedək. İlk nöqtəmiz belə bir böyük bir kilsədir. Hazırda Old Town-a, yəni içəri şəhərə gedən küçənin hərdən birindəyəm. Yolda maraqlı bir binalara rast gəlirik. Həqiqətən fərqli estetik binalar var çoxlu. Belə üzərində rəsmli olan müxtəlif arxitekturlarda tikilmiş binalar burada çoxdur. Ümumilikdə hələ ki Praqa mənə fərqli dizaynı, estetik olan bir şəhər kimi gəlir. İlk təəssüratlarım belədir. Hazırda Praqanın mərkəzində yerləşən böyük bir kilsənin içinə daxil olmuşuq. Çox iri, əzəmətli bir binadır və fərqli işləmələri var. Rəsm əsərləri divarlarda. Bu içini çəkdiyim kilsədə hansı ki çöldən belə görsənir. Çox böyükdür. Praqanın əsas içəri şəhər meydanına çatdıq. Bu Praqada demək olar ki, ən məşhur yerlərdən biridir. Astronomik saat adlanır. Tam olaraq sirri nədədir, belə deyək, məşhur olmağının səbəbi nədədir bilmirəm, araşdırmamışam. Amma Wikipedia'da, ChatGPT-də ilk çıxan ediləsi yerlərdən biri kimi çıxır. Və ətrafdan da görsənir ki, burada turistik bir məkanda turistlər doludur burada. Praqanın ən məşhur dediyim astronomik saatı, bura isə mərkəzi meydanıdır. Şəhərdə qarşıma çıxan maraqlı faktlardan biri belə çoxlu iti olan evsizlərdir ki, artıq bununla 4-5-cidir ki, belə görürəm. Hər bir evsizin iti var və küçədə bir növ yaşayırlar, bəlkə də yəni dilənərək dolanırlar. Bura isə Praqanın məşhur Charles körpüsünə gedən yoldur. İçəri şəhərdən Charles körpüsünə hazırda gedirəm. Belə dar
amma renkli binaların arasından arxa küçələrdə və çoxlu turist var, onu da deyim. Praqa kifayət qədər turistik bir şəhərdir. Hazırda Charles körpüsünün üzərindəyəm. Bura Praqanın ən məşhur turistik nöqtələrindən biridir. Bayaq dediyim evsizlərdən biri də buradır. Amma çox qəşəng bir körpüdür doğrudan da, mənzərəsi süperdir. Belə bir mənzərəyə açılır. Siz indi buna baxın, düz çayın ortasında tenis oynayırlar və burada da maşın. Bu yəqin ki, lüks həyatın başqa bir səviyyəsidir. Tam çayın ortasında tenis oynamaq yəqin ki, başqa cür hiss elətdirir. Praqada yağış başladığına görə təəssüf ki, mən səfərimi artıq yarımçıq dayandırıb otelə geri qayıdıram. Əslində, prinsipcə əsas yerlərə baş çəkə bildim. Hazırda otelə qayıdırıq və oteldə axşam yeməyi yiyəcəm. Buranın tramvayı haqqında biraz göstərmək istəyirəm. Burada tramvaylar ümumiyyətlə ictimai nəqliyyatda bilet almaq üçün sizə bir neçə seçim verilir. Bir mobil tətbiq vasitəsilə ala bilirsiniz və yaxud da burada bilet satılan aparatlar, həmçinin də belə tramvayın və yaxud da avtobusun içində aparatlar var, oradan da almaq olur. Burada ictimai nəqliyyatdan istifadə etmək üçün siz bilet almalısınız. Biletlər isə bir neçə versiyada təklif olunur. Deməli 30 dəqiqəlik biletlər var ki, hansı ki siz 3 manat ödəyirsiniz təxminən bizim pulla və 30 dəqiqə ərzində istədiyiniz ictimai nəqliyyatdan metro, tramvay, avtobus, qatarlar və s. istifadə edə bilirsiniz. Növbəti Informace pro cestující, vážení cestující, před námi se řeší technická závada na vlaku. Já vás pustím, abych vás nezdržoval, ale pouze předními dveřmi z tramvaje. Okey, nəsə elan olundu, amma başa düşmədim. Növbəti opsiya isə 90 dəqiqəlik biletdir ki, buna 4 manat ödəyirsiniz və And he was suggesting to leave the train or we don't know. Get out, but just the first. To go to the other. okey, bildirdilər ki, indi çıxmaq lazım. Az öncə bizə deyildi ki, nəsə tramvayda problem var və düşməliyik və ancaq ön qapı işləyir, ön qapıdan düşə bilərik. Biz 10:40-da yaxınlaşırdıq ki, tramvay hərəkət etməyə başladı və bildirdilər ki, okey, işlədi, davam edə bilər yoluna artıq. Ona görə də eyni tramvayda yolumuza davam edirik. Mən də qaldığım yerdən davam edeyim. Deməli, burada biletlərdən siz növbəti olaraq 90 dəqiqəlik 4 manat ödəyərək bir bilet ala bilərsiniz və 90 dəqiqə ərzində bu bileti istədiyiniz ictimai nəqliyyat vasitəsindən istifadə edə bilirsiniz. 90 dəqiqə ərzində aktivdir. Növbəti seçim versiyası sizə verilir 24 saatlıq bilet ki, bu biletə təxminən 11 manat pul ödəyirsiniz və 11 manat ödədiyiniz pulun müqabilində siz 24 saat ərzində istədiyiniz nəqliyyat vasitəsindən pulsuz şəkildə istifadə edə bilirsiniz. Və sonuncu isə 72 saatlıq biletlərdir ki, bu biletlər təxminən 24 manat civarıdır bizim pulla və 24 manata siz 72 saat istədiyiniz ictimai nəqliyyat vasitəsindən pulsuz istifadə edə bilərsiniz. Bundan əlavə bir də mən bildiyim qədər yerlilərin adətən istifadə elədiyi 1 illik kartlar var. Bu kartlar sadəcə siz açığı məbləği haqqında məlumatlı deyiləm, amma bildiyim qədər 1 il ərzində istifadə imkanı verir və müəyyən məbləğ qarşılığında onu satın alırsınız. Başqa bir diqqət yetirilməli məqamlardan birisi odur ki,
siz burada bileti aldığınız təqdirdə mütləq onu istifadə eləməmişdən öncə burada xüsusi bir aparatlar var. O aparatlara salıb validate eləməlisiniz, yəni təsdiqləməlisiniz və o təsdiqləndiyi andan etibarən o dediyim saatlar aktivləşməyə başlayır. Və bileti yoxlayan şəxs də baxır ki, məsələn siz 30 dəqiqəlik bilet almısınızsa və onu aktivləşdirməmisinizsə, deməli siz bilet almamış hesab olunursunuz və cərimələnəcəksiniz. Aktivləşdirdiyiniz andan 30 dəqiqə keçibsə və siz yenə də biletsiz hesab olunursunuz, yenə də cərimələnirsiniz. Ona görə də mütləq ki, mindiyiniz avtobusdan və ya tramvay, qatar, metrodan fərqli olmayaraq minmədən öncə aldığınız biletləri aktivləşdirməlisiniz ki, yoxlanışda heç bir problem olmasın. Videonun davamında sizə qaldığım otel otağını göstərmək istəyirəm. Kifayət qədər geniş bir otaqdır və bu otaqda tək qalıram. Otelin hamam tualeti. Burası isə otaq hissəsi. Biraz sərgəsizliyə fikir verməyin. Kifayət qədər geniş otaqdır. Nəzərə alsaq ki, sadəcə mən qalıram bu otaqda. Əslində 4 nəfərlik bir otaqdır. Bu otaqda gəldiyim layihə mənim üçün təşkil edib. Hazırda iştirak edədiyim tədbir iştirakçıların bir hissəsindən 3 qrupa bölünmüşük. Bir hissəsi ilə şəhər gəzintisinə çıxmışıq. Amma bu şəhər gəzintisi biraz fərqlidir. İndi bir qədər sonra onun haqqında məlumat verəcəm. Deməli, bu şəhər gəzintisini bir bələdçi tərəfindən idarə olunur. Praqada belə bir sosial bir layihə var. Adı səhv eləmirəmsə Praquli adlanır. Bu layihə əvvəllər fərqli həyat tərzinə sahib olan şəxslər, hansı ki, narkomanlar, cinayətkarlar, müxtəlif cəmiyyət tərəfindən təcrid olunan insanların cəmiyyətə yenidən inteqrasiya olunmağı üçün onlar bələdçilik edirlər və öz həyat hekayələrini danışırlar bu bələdçi turunda. Bu başqa turlardan, şəhər turlarından fərqli olaraq şəhərin mərkəzi turistik yerlərinə getmirik. Əksinə onların həyatında rol oynamış fərqli çox da bilinməyən yerlərə gedirik. Məsələn, hazırda bizim bələdçimiz təxminən 60-70 yaşlarında bir kişidir, hansı ki narkoman olub, sonra oğurluq eləyib, cinayətkarlığa baş vurub və həbs olunub, daha sonra həbsdən çıxıb. İndi hazırda öz hekayəsini danışırdı və öz hekayəsini danışa həmin hekayədə mühüm rol oynayan yerlərə biz səyahət edirik. Məsələn, bu parkda o nə qədər əvvəllər 80-90-cı illərdən söhbət gedir. Həmin illərdə narkomanlarla dolu olan bir parkda iynələrdən yer olunurmuş və insanlar adətən parka gəlməmişlər. Həmin hissələrə gedirik, o hissələri bizə göstərir və öz hekayəsini bölüşür. Həqiqətən də təsirli hekayəsi var idi. Bir artıq böyük hissəsini danışıb. Həm də sosial layihə olaraq da məncə çox maraqlı bir ideyadır ki, insanlar öz cəsarətlərini toplaya bilirlər və öz həyat hekayələrini başqaları ilə də bölüşürlər. Çox təqdirə layiq addımdır məncə. Deməli, tur bələdçimizin sözünə görə parkda belə deyək, qutular var, yığım məntəqələri, hansı ki, orada bu parkda olan, istifadə edən narkomanlar öz iynələrini həmin belə deyək, qutuya yerləşdirirlər, istifadə olunmuş iynələri və həftədə bir dəfə həmin işlə məşğul olan şəxs gəlir, onları toplayırlar, belə deyək. Və bir də başqa bir maraqlı məqamda dedi ki, burada bəzən ambulanslar narkomanların çox olduğu yerlərə gedir, onlardan istifadə olunmuş o işlənmiş iynələri toplayır və əvəzində onlara təzə iynələr verir. Bu təbii ki, narkomaniyanın qarşısını almır. Dövlət başa düşür ki,
Yəni istənilən halda bunun qarşısını almaq çox çətindir. İnsanlar bu və ya digər şəkildə bununla məşğul olurlar. Ona görə də qərar veriblər ki, heç olmaya insanların sağlamlığını daha sağlam şəkildə bununla məşğul olmağını təşviq eləsinlər. Onsuz da qadağan eləyib insanların arxada gizli şəkildə bununla məşğul olub daha da xəstəlik yaymağın əvəzinə heç olmaya bu üsulla onlara təmiz iynələr verərək xəstəliyin qarşısını almağa çalışırlar. That's interesting. Hazırda bizim şəhər gəzintimiz bitdi və təlim iştirakçıları ilə birlikdə bir restorana axşam yeməyi yeməyə gəlmişik. Açığı səs-küydən əmin deyiləm, eşidilirəm yoxsa yox. Hello. Hello. Friend from Bosnia. Burada çoxlu adamlar var. Bütün iştirakçılarla buradayıq deyə bilmirəm səsim yaxşı gəlir yoxsa yox. Günümüz davam edir. Bugün artıq Praqada ikinci günümüzdür və axşam yeməyindəyik. Hazırda otağa qayıtdım, oteldəyəm və videonu burada yekunlaşdırmaq istəyirəm. Baxmayaraq ki, hələ ki bir neçə gün də Praqada olacağam, amma Praqada olma səbəbim təbii ki gəzinmək deyil. İşlə bağlı buradayam və ona görə işimlə bağlı yəqin ki çox da gəzmək fürsətim olmayacaq. Videonun sonunda sizə bu ötən dəfə haqqında bəhs elədiyim bu avtobus biletləri haqqında danışmaq istəyirəm. Belə bir biletlərdir və bu ox hissəsini siz aparata daxil edirsiniz və təsdiqləyirsiniz. Üzərinə sizin təsdiq elədiyiniz tarix, saat yazılır və o andan etibarən aktivləşir. Belə, Praqa haqqında ümumi təəssüratlarıma bölüşsəm, açığı Praqa şəhərini bəyəndim. Normalda mən bir çox şəhərlərdə olmuşam və Çexiya mənim ümumiyyətlə olduğum 21-ci ölkə idi. Və normalda demək olar ki, biraz daha skeptik yanaşıram, çünki şəhərlərə adətən biraz fərqli gözdən baxmağa çalışıram. Mənim bəyəndiyim şəhərlər, olduğum şəhərlər arasından Seul, Chicago, Brüssel, bu tipli şəhərlər olur deyə getdiyim başqa şəhərlərdə biraz açığı gözləntilərim daha yüksək olur deyə o qədər də bəyənə bilmirəm, amma Praqanı bəyəndim. Sözün açığı Praqada demək olar ki, hər bina çox fərqlidir, bir-birindən heç də təkrarlanmır, amma hər biri çox gözəldir, çox estetik binalar, estetik şəhər ümumiyyətlə belə maraqlı bir atmosferi var. Ona görə də bəyəndiyim şəhərlər siyahısına daxil oldu Praqa. Düzdür, sadəcə 2 gündür ki, buradayam artıq. 2 gündən gəldiyim qənaəti ancaq deyə bilərəm, amma bu 2 günlük təcrübəmdə hər şey yaxşı keçdi. Ümumilikdə də şəhərin özündə xoşuma gəldi. Və turistik bir şəhərdir. Çoxlu turistlərlə qarşılaşa bilirsiniz, onu da deyim. Belə, ümid edirəm biz növbəti videoda, növbəti bir yeni ölkədən, növbəti bir şəhərdən davam eləyəcəyik. Hələlik isə bu videonu burada bitirirəm. Hələlik.